Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif coğrafiya iş dəftərindən qitələrin və okeanların relyefi ilə bağlı mövzunun suallarını izah edərik. Birinci tapşırığımızda Avropa və Asiya qitələri arasındakı sərhədlərə aid sualları cavablandır. Xəritə üzərində 1964-cü ildə qəbul edilmiş Avropa və Asiyanın sərhədini çək. Gəlin xəritə üzərindən çəkək. Deməli, Şimal Buzlu Okeanı sahillərindən Xəzər dənizi sahillərinə və daha sonra Xəzər dənizi sahillərindən Azov dənizi, Qara dəniz və Afrika sahillərinə kimi bu xətti çəkmək olar. Buradan şərq hissədə Asiya, qərb hissə isə Avropa qitəsidir. Avropa və Asiyanın sərhədlərini şimaldan cənuba doğru keçdiyi təbii obyektləri ardıcıllıqla yaz. Birinci olaraq yaza bilərik Ural dağları, daha sonra Xəzər sahili ovalıq, daha sonra Azov dənizi Kers boğazı vasitəsilə Qara dəniz, daha sonra Qara dəniz Bosfor boğazı vasitəsilə Mərmərə dənizi ilə birləşir. Bosfor boğazı, Mərmərə dənizi Dardanel boğazı vasitəsilə Ecey dənizinə birləşir və bunlar Avropa ilə Asiya sərhədindədir. Səncə Azərbaycan Avropa ölkəsidir, yoxsa Asiya ölkəsi? Fikrini qısa şəkildə əsaslandır. Azərbaycan həm Avropa, həm Asiya qitəsinə düşür və onların sərhədində yerləşir. Yəni ölkəmizin də bir hissəsi həm Avropa, həm Asiyadır. Lakin ölkəmiz Asiya ölkəsi olaraq götürülür və əksər hissəsi də Asiya qitəsində yerləşir. Düzgün cavab burada olacaq Asiya. Yer, su planeti adlandırmaq olar mı mövzusunda tapşırıqlarına baxaq. Qitələri əhatə edən okeanları cədvəldə yaz. Birinci olaraq Asiya qitəsidir. Gəlin Asiya qitəsinə əgər biz burada baxsaq, şimalında Şimal Buzlu Okean. Yəni gəlin bunu xəritə üzərindən müzakirə eləyək. Deməli bu Avropa qitəsi. Avropa. Bu Asiya qitələri ilə gəlin burada yazaq. Bu Afrika, Avustraliya, Şimali Amerika və Cənubi Amerika. Okeanlara da baxsaq, Sakit Okean, Atlantik Okean, daha sonra Hind Okeanı, Cənub Okeanı və Şimal Buzlu və yaxud digər adıyla Arktik Okean. Yəni 5 okeanımız və 7 qitəmiz var. Avropa qitəsinin ətrafında 2 okean var. Atlantik və Şimal Buzlu Okean. Asiya qitəsinin ətrafında 3 okean var. Bu 4 okean əslində. Şimalında Şimal Buzlu, şərqi sakit, qərbində Türkiyə hissələrindən, yəni bura Aralıq dəniz sahilləri, Qara dəniz sahilləri Atlantik Okean hesab olunur və Hind Okean. Yəni Asiyanın ətrafında 4 okean, Avropada 2 okean. Daha sonra Afrikaya baxsaq, Afrikanın ətrafında da 2 okean var. Bunlar Hind və Atlantik Okeandır. Avustraliyada da qərbi Hind, şərqi Sakit Okean. Antarktin ətrafında yalnız Cənub Okeandır. Cənubi Amerikanın şərqi Atlantik Okean, qərbi Sakit Okeandır. Şimali Amerikanın şərqi Atlantik, qərbi Sakit, şimalı da Şimal Buzlu Okean. Şimali Amerikada 3 okean, Cənubi Amerika sahillərində isə 2 okean mövcuddur. Qitələr və okeanların hər birinə aid bir xüsusiyyət yaz. Ən böyük qitə, yəni Asiya qitəsinə aid deyə bilərik ki, ən böyük qitə Asiya qitəsidir. Ən böyük qitədir. Ən böyük qitə. Daha sonra 2 rəqəmi ilə verilən qitə Avropa qitəsidir. Avropa qitəsi 3 yarımkürədə yerləşir. Çünki Greenwich meridianı onu kəsir. Qərb, şərq və şimal yarımkürəsində yerləşir. 3 yarımkürə. Burada başqa sözlər də yazmaq olar. Yəni hər mövzuya aid. Daha sonra məsələn deyə bilərik ki, Avropa qitəsi sahillərində 2 okean mövcuddur. Və yaxud dünyanın ən böyük qitəsi ilə sərhəddədir. Bunları yazmaq olar. Daha sonra 3 də Afrika verilib.
Afrika 4 yarımkürədə yerləşən qitədir. Yəni həm ekvator, həm Greenwich kəsir. Və ekvator onu demək olar ki, 2 bərabər hissəyə bölür. 4 yarımkürədə yerləşir. Şimali Amerikaya aid xüsusiyyətlərdən bunu yaza bilərik ki, Şimali Amerika qitəsi 3 okeanla sərhədlənib. Şimalında şimal buzlu, qərbi Atlantik okean, şərqi sakit okean. Qərbi sakit okean, şərqi Atlantik okean və şimalında şimal buzlu okean var Şimali Amerikanın. Və başqa cür xüsusiyyətlərindən deyə bilərik ki, 2 yarımkürədə yerləşən 2 qitədən biridir, digəri isə Avstraliyadır. Daha sonra Cənubi Amerika haqqında bunu deyə bilərik ki, Cənubi Amerikanın ətrafında da 2 okean var, ekvator xətti onu kəsir, 3 yarımkürədə yerləşir və bütövlükdə qərb yarımkürəsindədir, yəni Greenwichdən qərbdədir. Daha sonra Antarktidadan bunu deyə bilərik ki, Antarktida buzlarla örtülmüşdür, 3 yarımkürədə yerləşir. Cənub coğrafi qütbü onun ərazisindədir. Avstraliya haqqında da bunu deyə bilərik ki, Avstraliya 2 yarımkürədə yerləşən digər qitələrdən biridir və həmçinin bütövlükdə şərq və cənub yarımkürəsində yerləşir. Həmçinin Avstraliya ən kiçik qitə hesab edilir. Okeanlara aid xüsusiyyətləri əgər yazmaq istəsək, ən böyük okean Sakit okeandır. Daha sonra Atlantik okeanında, Atlantik okean ətrafı Şimali Amerika, Cənubi Amerika, Afrika, Avropa və Asiya qitələrinin, yəni 5 qitənin sahillərini yuyan okeanlardan biridir. Hind okeanını yazmaq istəsə, Hind okeanı tamamilə şərq yarımkürəsində yerləşir, yəni qərb yarımkürəsində düşmür. Cənub okeanı desək, Cənub okeanına aid xüsusiyyət desək, Cənub okeanı yalnız bir qitənin, yəni Antarktida qitəsinin sahillərini yuyur. Şimal buzlu okeana aid desə, Şimal buzlu okean da tamamilə şimal yarımkürəsində yerləşir, həm şərq, həm qərb yarımkürəsindədir və Şimal buzlu okean ən kiçik okean hesab edilir. Verilmiş ifadələrdən doğru və yanlış olanları qeyd et. Yer kürəsinin əsas hissəsini su təşkil edir, doğru. Yerin sahəsinin 29%-ni quru təşkil edir. Deməli, yerin ümumi sahəsi 510 milyon kvadrat kilometrdir. Bunun da 149 milyon, yəni 29% quru hissəyə düşür, doğrudur. Bütün qitələrin ümumi sahəsi Sakit okeanın sahəsindən böyükdür. Sakit okeanın sahəsindən böyük ola bilməz. Bu yanlışdır. Çünki bütün qitələrin sahəsi 149 milyon kvadrat kilometr. Lakin Sakit okeanın sahəsi 169 milyon kvadrat kilometr. Yəni Sakit okean daha böyükdür. Şimal yarımkürəsində su sahəsi daha çoxdur. Şimal yarımkürəsində su sahəsi quruya nisbətdə daha çoxdur. Bu doğrudur. Amma lakin Cənubi yarımkürəsində su sahəsi şimala nisbətdə çoxdur. Ona görə bu yanlışdır. Afrika və Atlantik okeanı 4 yarımkürədə yerləşir. Afrika 4 yarımkürədə, Atlantik okean da 4 yarımkürədədir. Ona görə doğrudur. Buzlu materik və buzlu okean 2 yarımkürədə yerləşir. Buzlu materik Antarktidadır, 3 yarımkürədə yerləşir. Çünki Greenwich və 180 dərəcəli meridianlar onları kəsir. Zaten bütün meridianları Antarktidanı kəsir. Buzlu okean da 3 yarımkürədə yerləşir. Ona görə bu da yanlışdır. Mətndə verilmiş ifadələri tamamla. Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadrat kilometrdir. Yer kürəsinin əsas hissəsini su təşkil edir. Bura su yaza bilərik. Şimal yarımkürəsinin əsas hissəsini quru ərazisi təşkil edir. Düzdür, hər ikisində su ərazisi çoxdur, amma lakin şimalda, yəni cənuba nisbətdə, yəni quru ərazi daha çoxdur. Avropa 3 yarımkürədə yerləşir. İndi 3 yarımkürədə yerləşən qitələrə əgər Avropanı yazdıqsa, biz bura həmçinin yaza bilərik. Cənubi Amerikanı yaza bilərik. Cənubi Amerika. Və daha sonra burada heç bir materik verilməyib. Ona görə biz həmçinin 3 yarımkürəyə Cənubi Amerika qurusunu və Antarktidanı yaza bilərik. Antarktida verilib burada. Antarktida 3 yarımkürədə yerləşir. 3 yarımkürədə yerləşən okeanlar, 3 yarımkürədə yerləşən okeanlara biz yaza bilərik. Buradan Cənub okean 3 yarımkürədə yerləşir. Daha sonra Hind okean 3 yarımkürədə yerləşir və Arktik okean. Bunlar 3 yarımkürədə yerləşir. Çünki digər 2 okeanımız, yəni həm Atlantik, həm də ki şimal buzlu Sakit okean, bunlar hər ikisi 4 yarımkürədir.
Sahillərində 5 qitənin yerləşdiyi okean. Sahillərində 5 qitənin yerləşdiyi okean bayaq da dedik, bu Atlantik okeandır. Sahillərində Şimali Amerika, Cənubi Amerika, Afrika, Avropa və Asiya qitələri yerləşir. Ərazisində ölkə yerləşməyən yeganə qitə Antarktidadır əlbəttə. Ölkə yerləşmir. Ona görə burada Antarktidanı yaza bilərik. Antarktida. İndi burada əslində məsələn şimal yarımkürəsinin əsas hissəsini isə, yəni burada quru yerinə daha çox belə deyək, düz əsas hissəsini quru doğru olmaz. Çünki şimal yarımkürəsində də, cənubi yarımkürəsində də su sahəsi quruya nisbətdə çoxdur. Amma cənuba nisbətdə şimal yarımkürəsinin əsas hissəsini quru təşkil edir. Yəni bunu cənuba nisbətdə yaza bilərik. Ona görə yəni, amma lakin yəni hər ikisində istənilən halda su sahəsi daha böyük ərazi tutur. Sonra yer kürəsinin əsas hissəsini su təşkil edir, həmçinin okeanlar, yəni onu da yaza bilərik. Yəni okeanlar təşkil edir. Çünki okean sahəsi daha böyükdür. Uyğunluğu müəyyən edin. Şimal qütbündə yerləşir. Bu əlbəttə ki, buzlu okeandır. Şimal buzlu okean, yəni Arktik okean. Cənub qütbündə yerləşir. Bu da buzlu qitə, yəni Antarktidadır. Uyğunluğu müəyyən edin. Ən hündür qitədir. Ən hündür qitə əlbəttə ki, Asiya qitəsi olar. Çünki Himalay dağları dünyanın ən mütləq hündürlüyünə görə ən hündür yerdir. 8849 metr. Ona görə Asiya qitəsi 4, yəni olacaq. 4. Daha sonra ən isti qitədir. Ən isti qitə Afrikadır, yəni 1. Ən kiçik qitədir, yəni Avstraliya 3. Ən soyuq qitədir, yəni Antarktida. Antarktida bu da 2 olacaq.